Have you ever wondered who speaks when millions are listening? That voice belongs to Turan Ədalət. Mən Turan Ədalət, hal-hazırda ATV-də yayımlanan Xəbərin Olsun səhər verilişinin aparıcısıyam. Aparıcılığa uşaq vaxtından həvəsim var idi. Necə yaranıb bu həvəs sizdə sualını vermiş olsaz, bizim zamanımızda bir dövlət televiziyası var idi və o dövlət televiziyasında qaçan sətirlər olurdu. Sürətli şəkildə xəbər aparıcısı xəbəri oxuyanda və sətirlər də orada qaçırdı və mən uşaq yaşlarından başlayırdım sürətli şəkildə onu uca səslə oxumağa. Her journey into journalism was built through years of dedication, from Azerbaijan International University to Anadolu University, and later at Üsküdar University, where her voice found its direction. Sənətə olan yolum belə başladı. Özüm jurnalistika fakültəsindən məzun olmuşam. Təcrübə olaraq ilk dəfə dövlət televiziyasında fəaliyyətə başlamışam və o zamandan da orada 5 il fəaliyyət göstərdikdən sonra və indiyə qədər müxtəlif televiziyalarda çalışmışam və hal-hazırda ATV-nin aparıcısıyam. But who is Turan Ədalət behind the camera? Now we hear from Ahmed Mahmudov, a colleague who works with her every day. Turan Ədalətlə işləmək mənim üçün çox xoşdur. Turan Ədalət çox operativ xəbərçidir. Ola bilər ki, kiməsə kənardan bu aparıcılıq sənəti biraz asan görünə bilər. Amma mən sizə deyim ki, 2 saat efirdə olmaq, 2 saat tamaşaçılarla ünsiyyətdə olmaq və 2 saat tamaşaçıya doğru düzgün xəbər çatdırmaq bacarığı, operativ xəbər çatdırmaq bacarığı, bu keyfiyyətlər hər aparıcıda yoxdur. Today we see confidence on screen, but behind that moment lies a journey of persistence, where every setback became a step forward. Özüm mövzu təklif eləmişdim çəkiliş üçün. Mən bir neçə dəfə gedib onu çəkməyə məcbur qalmışdım. 3-4 dəfə, hər dəfə uğursuz alınırdım. Redaktorumun təyin elədiyi suallara ətraflı cavab ala bilmirdim. Bu məni hər dəfə məyus eləyib həvəsdən salırdı və nəticə etibarilə o mövzunun üzərində çox yaxşı şəkildə işlədiyim üçün televiziya rəhbərliyi mənə öz təşəkkürünü və təbriklərini çatdırdı və beləliklə işə qəbul olundum. In her career, Turan Ədalət has reached important achievements in journalism, learning that success is built through both wins and failures. Əsla qorxmayacaqsınız. Sonuna qədər hədəfinizə doğru addımlayacaqsınız. Yıxılacaqsınız, büdrəyəcəksiniz, müəyyən çətinliklərlə rastlaşacaqsınız, əngəllər olacaq, amma bu sizi əsla yolunuzdan döndürməsin. Çünki hədəfə doğru gedəndə axırda gedir çatırsan. Her way of speaking is not just professional. It has become part of who she is, on and off the screen. Mən daha çox diksiyamı bir çox aparıcılardan fərqləndirirlər və mənim nitqimi, səs tembrimi köhnə aparıcıların, diktorların daha çox səsinə bənzədirlər və məncə bununla daha çox yadda qalıram. Və bir də mən hara getsəm, getdiyim yerdən asılı olmayaraq, gündəlik həyatda efirdə necə danışıramsa elə danışıram və onlar dərhal mənə sual verirlər. Siz radioda yoxsa televiziyada işləyirsiniz? She believes that motivation starts with you, and it's what helps you keep going every day. İlk növbədə özümü motivasiya edirəm. Çünki hər gün işə başlayanda, günə başlayanda deyirəm ki, bugün də həyatdasan, bugün də sənə verilən o vəzifənin ötəsindən gəlməlisən, ayağa qalx, əzimli ol. That's the story of Turan Ədalət. She is not just a presenter. She is a voice that stays.